Qlobal səviyyədə əhalinin yaşlanması, ətraf mühit amilləri, müxtəlif həyat tərzi nəticəsində xərçəng xəstəliyinin dinamikasında artım müşahidə olunur. 2022-ci ildə dünyada xərçəngə 20 milyon yeni tutulma halı aşkar edilmişdir. Dünya əhalisinin hər 5 nəfərdən biri yaşam müddətində xərçəng xəstəliyinə tutulur. Təxminən hər il 400 min uşağa xərçəng diaqnozu qoyulur. Ölkədə 2024-cü ildə xərçəng şişlərindən ölənlərin sayı 9681 nəfər olub. Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib. Bildirilib ki, onların 5546 nəfərini kişilər, 4135 nəfərini qadınlar təşkil edib. 2023-cü ildə ilk dəfə xərçəng xəstəliyinə yoluxan 13666 nəfərin sayı 2024-cü ildə 15164 nəfərə yüksəlib. Onlardan 7113 nəfəri kişi, 8051 isə qadındır. Əvvəllər onkoloji xəstələrə 60 yaşın üzərində olan insanlarda rast gəlinirdisə, indi artıq bu xəstəlik cavanlaşmışdır. 20 yaşın üzərində, bəzi hallarda isə ondan da erkən dövrlərdə əmələ gəlməsi və artması müşahidə olunur. Gənclərdə onkoloji xəstəliklərin yaranmasının əsas səbəblərindən biri onların mobil telefon vasitələrindən uzun müddətli və davamlı istifadə eləmələridir ki, orqanizmin biopotensialları, membran və hüceyrə potensialları pozdur. Bu isə həm onkoloji xəstəliklərin, həm digər xəstəliklərin yaranmasının riskini artırmış olur. İkinci yerdə qida faktorlardır. Qarışıq, mənşəyi bilinməyən, kimyəvi boyalarla, kimyəvi maddələrlə zənginləşdirilmiş qidalar onkoloji xəstəliklərin yaranma riskini artırır. Eyni zamanda onkoloji xəstəliklərin çoxalmasına sinir faktorları, sosial faktorlar, ekoloji faktorlar böyük təsir göstərə bilir. Həkimin sözlərinə görə atmosferdə baş verən çirklənmələr, zəhərli qazlar, oksigenin miqdarını azaldır. Bu kimi hallarda onkoloji xəstəliklərin çoxalmasına şərait yaradır.